Qış fəslinin gəlişi ilə ölkədə respirator infeksiyalara yoluxma sayı artıb. Xüsusilə sosial şəbəkələrdə H3N2 virusu barədə yayılan məlumatlar insanlarda narahatlıq yaradıb. Mütəxəssislər bildirir ki, H3N2 nə yeni, nə də təhlükəli virusdur. Bu, illərdə gördüyümüz mövsümi qripin bir alt növüdür. Virusun yaratdığı əlamətlər klassik qrip simptomları ilə eynidir. Boğaz və əzələ ağrısı, öskürək, hərarət. Virus əsasən hava damcı yolu ilə yayılır. Xəstəlik ev şəraitində izolyasiya olduğu təqdirdə ağırlaşma ehtimalı təbii ki, belə bir hal da az da olsa var. Amma bu həkim nəzarəti altında xəstə müayinə edildikdən sonra xəstəxanaya yerləşdirmə ehtiyacı olub-olmadığını və ya evdə əlavə bir müalicələrin edilmədiyini həkimin şəxsi qərarına buraxmaq lazımdır. Amma H3N2 bizim insanlar arasında, cəmiyyətdə bir çaşqınlığa səbəb olmasın. Çünki bu hər zaman bizim gördüyümüz, ən sıx gördüyümüz qrip mutasiyası elə H3N2'dir. İnfeksionistlər bildirir ki, qrip əlamətləri olan şəxslərin öz başına antibiotik qəbul etməsi yol verilməzdir. Bəs kimlər risk altındadır? Mütəxəssislərin sözlərinə görə yaşı 65-dən yuxarı olanlar, hamilələr, uşaqlar və xroniki xəstəlikləri olanlarda bu xəstəlik özünü daha aqressiv göstərir. Həkimlər deyir ki, peymətlərlə yanaşı gündəlik həyatımızda maskadan istifadə, gigiyena qaydalarına əməl edilməsi və yaxın təmaslardan qaçmaq da tövsiyə olunur. Qorunmağın ən doğru üsulu hər zaman vurğuladığımız kimi qrip əleyhinə vaksin bu virusa qarşı, virusun alt tipinə qarşı qorumada ən faydalı üsuldur. Bu şəxslərin bu xəstəyi daha ağır keçirəcəyi üçün ona görə bu şəxslərin qrip əleyhinə vaksin vurdurub bu xəstəyi daha yüngül gedişatını verə bilər. Yəni H3N2 ilə digər influenza tipləri gedişatı arasında klinik olaraq əslində demək olar ki, eyni gedişata malikdir. Sadəcə olaraq şəxsin immun sisteminə, şəxsin yaşına və şəxsin xəstəliklərinə bağlı olaraq onun artıq ağırlıq dərəcəsi dəyişə bilir. Maya Sabir qızı İlqar Abdullayev, İTV Xəbər.